Herkese selamlar. Yeni bir Mountain Blade Warband videosu ile karşınızdayız. Bundan əvvəlki videomuzda North orduları gəlmiş və 1116-ya yaxın əsgərlə Pravin şəhərini mühasirəyə almış. Lakin Pravini müdafiə elədik biz və Pravin müdafiəsində North qoşunu məğlub etdik və Northlar ölkədən artıq çəkilmək zorunda qaldı. Bizim ordularımız da artıq Nord ölkəsi istiqamətinə Kontinental turun başçılığı altında hücum eləyirlər. Artıq növbə bizdədir və bizim bu bölgədəki hədəfimiz Jelbey qalasını mühasirəyə alıb fəth etməkdir. İlk burada Kral Harlarsa dəstəyə gedək, Konturiyanın ordularını məğlubiyyət etmək üçün və əmrimdəkin bütün süvarilərlə düşmən üstünə hücuma çıxar. Bolca ordu verilir. Düşmən ordularını məğlub etmək üçün ümumi hücuma çıxırıq. Kanalımıza videomuza like atıp kanalımıza abone olmayı unutmayın. Kanalımızın böyüməsi üçün sizin dəstəkləriniz lazımdır. Gündə 2 Warband videosu atırıq. Əsgərlərimiz gəlir, arkada piyada dəstələnən düşmən üstünə ümumi hücum. Allah. Üstünə möhtəşəm hücuma çıxdı. Bu eləmiz hücum məhv etməyə başladı belə düşməni. Notdan bir şey yaxşı ki, atlı deyil. Bizim atlamız bunları çox rahat bir şəkildə məhv edə bilir. Ordular istiqamətində möhtəşəm hücuma çıxmış notlar üzərinə. Atıb buradan indirək, çox dar. Baqa mı gedim? Yox. Piyadalar ordularımıza düşmən üstünə daima hücuma keçirlər. Bənidən 35 nəfəri darmadağın etdik. Mən əsas gələn qüvvələri qarşımızdadır. Əlavə qüvvələr buradan göndərmirlər. Əlavə qüvvələr təpənin arxasındadır. Hop, biri bu. Hop, biri də bu. Biri bu. Duvarlarımız gəldi artıq. Warband bundan sonra da ordularımızı toplayıb yaqın ki, gedib oradan Jelbeyini fəth eləyərik. Çünki Nord üzərində hücum növbəsi bizlərdədir. Artıq Konturiyanın qüvvələri darmadağın olundu. Nord orduları məğlub edildi belə. Səskələr qaldı və bitdi. Konturiyanın orduları məğlub edildi. Kayıplarımız, bir dənə yaralımız var. Yardımınız için təşəkkürlər, hayatımı qurtardınız deyə Turiyada qaçdı. Buradan heç bir şey götürməyəcək. 5000 dinarımız var. Yolumuza davam edəcək. Biz də artıq düşmən üstünə hücuma keçməyə başlaya bilərik. 50 dənə şövalyemiz var. Gəlib buradan Jelbeyini mühasirəyə ala bilərik. Jelbey istiqamətində səfərə çıxırıq. Jelbeydə əsgər varmı? Yoxdur Jelbeydə əsgər. Əsgərlərimizə tərfi verək. 2 dənə zirehli süvari, bir dənə də şövalyə, bir dənə də yay eləyək buradan və düşmənin Jelbey qalasını sabah açsan kimi mühasirəyə alar. Şəhəri mühasirəyə al və şəhər üstünə də hücuma çıxmaq vaxtıdır. Şövalyələrimizlə bərabər şəhər üstünə hücuma çıxırıq. Oxçular güclüdür, Nord oxçuları. Qılıncımızı götürək. Bütün qılıncımızı götürək, satırıq, belə bura. Çıxın, dayanmayın. Ölmək var, dönmək yox. Yayalar qabaqdan yenə çıxır ki, əsas şövalyələrdir, svadiyalı yayalar çıxır. Çıxın, əsas düşmənin önünü kəsən ətəndir. Çıxsaq bəsdir. Bir. 2. Çıxın yine 3. Arada qaldıq. Tutacağım ben bu arada. Ben okçuları həll edeyim gedim. Gel. İkisini burada öldürdük. Gel. Hop. Ne kadar okçu var. Rahat bir vuruş kadar diyesen. Hop bir. Sesin var ses. Hop. Hadi gir.
Sen de git. Gələm, çıxam. Gəl. Gəl. Hop. Belə getdi. Bizim şövalyelerimiz hələ qarıya çıxa bilməyib. Sen de gel. Sen de okçu tanma. Sen de belə getdin. Okçular təmizləndi. Başqa hadisi okçularla. Başında okçu var deyəsən. Burada biri qalıb. Hop. Bunu vurdu atı öldü. Dəstək qüvvələr gəldi. Bizimki də buradan dəstəkləyək. Buradan bize bırak. Bir qalasını fethələyəcəyik, görəcək. Qalı kime verəcək. Əlbəttə özümüzə istəyəcəyik, bəlkə də bizə verməyəcək. Nə qədər olsa hücuma çıxmağa davam. Buyurun, dayanmayın. Kesin əskərlər var da, buyurun. Arkamızdan düşməni dəstək edək. Hücumuzun şey dəstək edək. Al, sen de al. Kan oldu ya, kimin olduğunda her tarafı kan oldu, bizim kere kan oldu. Nesəsi məqd edilmişik, 45 metre qalxmış, var da 40 metre qalxdı. Tamam, əskər gəlib, qanun müdafiə nə qədər oldu var, hamısını oldu var. İki verəcək, ikisi döyüş olmaz. Axırıncı əskərlərdə olmuşdur, buyurun. Yuxarıda var mən bilən, çıxa bilirik yuxarı, çıxa bilirik biləkənlərlə. Anlarıq. Axırıncı 1-2 nəfər qaldı, bizim canımız onsu öldü da. Burada 2 nəfər qalıb, bunları da alacaqlar. Alın, bitdi artıq. Jelbey qalası tərəfimizdən fəth olundu. Jelbeyi özümüzə istəyəcəyik 5-2 aralı verdik bu qala uğrunda. Orman haydutlarını istəmirik. Buradan gələnləri sata bilərikmi? Satarıq. Və bunları götürüb. Bəs bu qədər. Jelbeyi mana ver. Jelbeyiyə buradan yaya ver. Pullu süvarədən ver. Və bir dənə vayıqlı şövalyəsi ver buradan. 12 əskər də buradan bir dənə şövalyə olsun və şəhərə az da olsa 6 nəfər qoyduq. Bura Kontgerladın qalası idi. Kontgerlad düşmən tərəfindən müharibəyə qatıldı. Sizinlə gizlicə görüşəkmi? Yox, görüşmək. 60-211 möhtəşəm döyüşdür. Bir dənə süvarlə döyüşə giririk. Bizim canımız yerindədir, pis deyil. Ben full piyada gəldim, full piyada. Döyüş yerini biraz pis verir. Yəni, lap düzənə razı olsa biz bunları darmalarını eləyərik. Onsuz indi darmalarını eləyəcək. Piyada çıxdılar. Çox gəlirlər. Həqiqətən bu dəfə çox gəldim nokta. Buna laq, indirə biləcəyikmi? Burada 19 zərər ölmədi. Duvarlar artıq o işlərini həll edib, bir də tükəmədə piyada vuracaq. Bu aləmi çox rahat bir şəkildə düşməni darmadan eləməyə davam edirlər. Hop, sən və sən. Atlarla mı gəldilər, yoxsa mənə nə gəldi? Suvarə onsuz düşmənin qalanı bir yana kəsib, biz də dəstək edirik. Gəl, haradasan? Hop. Böyle getdi. Davam edin, dayanmadan düşməni vurun. Neçəsini məhv eləmiş? 70 nəfər, 80 nəfər darmadan eləmiş indi. Vurun, dayanmayın. Ben şuna hücuma çıxan. Mən də gəldim arxadan piyada. Bu əlavə qüvvələr düz qarşımızdan. Təpədən gəlir əlavə qüvvələr.
Süvariyə niyə hücuma çıxmır? Çox az sayda süvari vuruş və süvariyə gəlir. Gördüyünüz kimi sol üstdən xətt edin. Gəldilərmi? Gəlin çatın. Yəni mühasirəyə aldıq artıq. Burada bizim süvariyə də özlərini çatdırdı. Vurun, dayanmayın. Bana qoymurlar bunları. Hamısını özləri də həll edir takka da. Gel doğru, gel sənə gəl. Sənə gəl sən. Aldım səni. Sən mənimsən. Sənə gəl. Sən mənim partner, gəl bura. Aldım aya baş. 70 nəfər kəsdi, ikisi də yaralıdır. Bu arada heç arada qoymuyor, qaçmaq üzrə. Yəni ikilə bilməyə qoymuyorlar. Hamısını tutluqa ilə kəsək. 180 nəfər məhv elədik. Az bir ordular qaldı. Bir nəfər qaldı deyəsən. Və bu zəfərdə qazandıq. 111 yaxın Nurd ordusunun 182 nəfər burada dağıtdıq və son 29 əsgərləri qalıb. 60 dənə əsgərimiz var. 60'ını da oyuna verdi bizə. 60 özümə və bütün orduyu verdi bizə. Yəni bütün ordudan hücum şansı verdi. Buna baxmayaraq. Hardan gələcəklər? Düzənli ərazidir inşallah. Bunlar heçsizlər ki, bizimki bunlar gidib biçib çıxacaqlar. Hücum çıxın, hücum. Buradan gələn süvarilərimiz də sağdan gəlsin. Biz başlanğıcdan süvariyə möhtəşəm bir giriş eləsin. Bir. Daha süvari. Oy, süvari kəsməyə başladılar belə. Bir də vurar. Əs vur. Nə qaldı başım? Qaldı mı? 28, 29 da hamısı bura getdi, yəni məhv elədik. Ondan sonra Gəlbəyə qalası üçün artıq bu təhlükə qalmadı. Lagorson qaçdı. Getdi. Sərbəst buraxaq, əsl zəf lazım deyil bizə. Çünki orada onur yüksəlməlidir. Bu zəfər də qazandıq, Gəlbəyə qalasını tutduq və Gəlbəyə kəndindən də gəlib gələ bilərik. Burada bir lof daha gəldi üstümüzə. Kont Aydın bahçılarındakı ordu. Bunu da burada məhv eləyək. Sinə gizlidə görüşüm, yox vermirsən. Haydi hücuma çıxaq. Köylülər savaşa mı qalsın? 54 əsgərimiz var əmrimizdə. Pek görsən yanına bax, sirehli zat. Yine full piyada girdilər. Birinci belə düşə biləcəkmi? Ortadan birini seçək, bax, bunu gözümə kəstirəm, özməlisən sən. Çarpıtdık, gəlməkdə qalxanına tüş gələyəsən. Süvariyə gedirsə püskü artıq işiniz qutarırsın. Süvariyə gedirsə artıq qələbə bizimdir. Müharibə kəsəkmədə ikinci müharibəyə tez qalmaz. Vurun. Artıq deyirəm, bütün əmri bizdədir. Digər ordularımızda düşmən istiqamətə dayanmadan məncə hücum edirlər. Nokta gəldi. Əgər Praven alsaydılar, bəlkə çökmüşdü artıq. Yəni dövlətin paytaxtın düşdüyünə görə lordlar elə müharibəyə inamı qalmazdı Svadiya ordularının. Çünki Nokta artıq oranı ələ keçirmişdi. 57 nəfər kəsmişik və təpədən müharibəyə baxaq. Dəstək qüvvə gəlmir məncə. Qarşımızda dəstək qüvvə üçün gələnlər varmı? Arxadan gəldi dəstək qüvvələr. Şövalyanın hamısı da o tərəfə doğru hücuma çıxdılar. 73 az qaldı, 30 nəfərdən mi qaldı artıq? Bunları da biçəcəyim öncə. Bunları tuşlayaq düşmə tərəfə. Qaçlar qalanın, görəsən o boyda ona gəlir. 85. Gəl, sən ölməlisən, ölən oxşayırsan olsuz, gəl. Qaçırlar gördüyünüz kimi. Biz bunların qaçmağına imkan verməyəcəyik. Az qaldı və bitdilər. Bir əsgərləri qaldı, ya bir ya iki. Bitti. Döyüşdə qazandıq. Svadiya qüvvələrindən, Svadiya şövalyələrimizdən, Svadiya ordusunun adına, Svadiya dövlətinin adına bu müharibəni qazandıq. Aydın da qaçdı. Bu müharibəni də aldıq və Jelbeydən əsgər alacağıq.
Jelbey qalsın hələ ki, çünki bizim əsgərlərimiz artıq bu istiqamətdən düşmək üçün möhtəşəm hücumlara çıxırlar. Bu tərəfdən Dramuk mühasirə alanlarmı? Yoxdur, Dramuk mühasirəyəm. Dramuk bizim qalamızdır. Qaydaq biraz əsgərlər toplayaq. Sən gəlib nəsə eləyib, burada da gözləyib mənə. Mühasirə var, ben deyirəm axı, sən hansı zadına çıx mühasirəyə alsan? Ya 40 əsgər qalıb, bunda burada da piçək yollayaq. Nə ərazilər ki, oy ya, belə ərazi olar. Çıxın atlar, çıxın. Sizin əlinizə nədir ki, bu əraziyi keçmək? Hücum. Düz qalamızdadırlar. Təkək bunu konta vurmağa çalışacağım. Görək konta indirə biləcəkmi? Atına belə sürətləməni tez bırax. 8 zərər. Qırmızımı çəkim. 7-9 zərər bu. Mən özüm öldürəcəm. Kontrayıq, bahis Durhan tərəfindən bayıltıldı. Mən üstünə piçməyə devam. Vurun. Mən buradan vurun gitlər. Hadi orada bak, 46 tane geldi ki mühasirəyə ala şəhərlər. Əslində mühasirəyə alsa alırdı. Ordusu elə belə deyir, ən son gelişmiş ordularda aşağıdan görürsünüz talimlər, North Krimlər, North kahramanlar da hamısı. Aldım başqa. Nəfər, 2 nəfər var, bitti. Bu müharibəni qazandıq. Bunu da burada dağıtdıq. Orada oldu. Dağda davamda edirik düşmən üstünə, istiqamətinə. O üzülü say. Gələk biraz Riyabalətdən məsələn əskər alacağıq. Dramuku varıya qırlar mühasirəyə aldı. Buna Dramuka gedəcək və elə-belə də orada gəlmir. Dramuka tez bazar hərəkətə keçək. Dramuka tez bazar hərəkətə keçək. Plusdakı Tiarabetdən əskər alaq. Al buradan alanmadıq. Yolçu kətindən tez-tez orada alala hücuma çıxaq. Çünki kəndim qalamızı mühasirəyə alıblar. Adam işlə də əskər alaq. Nə qədər əskerlə geçsə o qədər bəsdir bizə. 7 də buradan aldıq. Dramukay mühasirəsinə çatıra biləcəyik özümüzü. Buradan acemilərimizi milis eləyək. Yaya eləyək buradan. 10 dənə də şövalye elədik. 60 şövalye ilə qala istiqamətindən az tərəfdən çıxacağıq. O mühasirə dağıldı. Yaxşı. Buradan əskər alaq. Svariyavaya qədər artıq bunların sülh halındayıq. Və aldıqlarımızı aparıb sata bilərik də. Jelbeyi mühasirə aldılar. 99 əskər, 155 əskər. Jelbeyi elə bir əskər qoymuş. Jelbeyin alsın, biz qalib Jelbeyin alacağıq. Aldıqlarımızı gələk buradan bir dənə dihilmə sataq. Kontumeltor səfərbərlik çağrısı elədi. Norka konsulunu vermək üçün 2500 dinar verərəm. 20 gəl, 20 gələk bir dənə hələ. Aldıqlarımızı beləcə ərzaq tüccarına sataq. 465 tak. 1316 dinar. Bu 1316 dinarın alabildiyim qədər ərzaq alıb. Mən üstünə çıxacağıq artıq. Nə qədər versən ver. 9000 dinar elədik. İndi Jelbey bizim əlimizdədir və Kontumeltor bizə səfərbərlik çağrısı elədi. Hardadır bu? Tadamiş yaxınlığındaydı. Tadamiş hardadır? Tadamiş. Düz yanımızdadır. Bu da Kontumeltordur mu? İsti Kontlis. Hardadır bu? Yine bu Maraş'ı tapaq. Bundan gələk sorçaq. Qalaya girir. Bundan gələk sorçaq. Görək hardadır Maraş'ı. Kanalımıza abunə olub like atmağı unutmayın. Çox xahiş edirik. Kanalımız ancaq sizin sayənizdə böyüyə bilər. Sən kont gəl bura. Mən bahis Turxanam. Jelbey nəsə. Bir sorun var. Birini yenə bilmək istiyorum. Maraşın metro Ambeyan kəndindədir. Ambeyan hardadır? Ambeyan. Ambeyan. Turkulendi bura. Buralar yox. Ambeyan. Ambeyan. Bir tərəflərdən, yerlərdən baxaq. Ambeyan kəndi. Ambeyan. Merhaba. Ambeyan kəndi. Ambeyan kəndi.
Onu yağmalıdır. Ambient buradadır. Bizim kontumuz da hardadır. Bu da kont melter olmalıdır. Yine böyle tez baza gerək. Baza hillərdən heç nə olmaz. Bundan yaya, milislər yaya, show edən hələ alan yoxdur içinə. Kont melter'ın yanına gedək və deyək ki, səfər mana ver, yaxça, olar, alarıq. Çatıb buraya. Mən bahis tutan kral hardan sonra yaxdı əskərləndən səfərə qatılacağam. Kral Ragnar'ın orduları gəlir və fakat et. Hala qaçsan. Şelbinli ki, Radla və 52 əskər qoydular. Təkcə Ragnar gəlsə alarım ha. Ragnar. Ragnar tək gəlsin. Sən ay ikisi birdən gedir. Gəl. Kəsəcəm. 500 əskərdən 500-ünə gedək. 13 tuvarı verdi. Hara kəssin ki? Laf deyirlər adama. Çay keçdiksə füsulə, çay keçdik. Düşmən düz qalmır. Qəşəng düzənliyə ərazi verir. Ordu böyüklüyünə qədər gəldi. Niyə belə verir bəs? Nəsə. Qarşımıza gəlirlər. Böyük bir ordu ordusu gəlir. Burada ən azı biz kəsə bildiyimiz qədər kəsək. Qalananda geri çıxacaq döyüşə. Daha çox əskər verir məndə. Bu deyir. Başlayın kəsin. Kəsin dayanmadan. Sən kim adını çəksən? Gəl. Sən də gəl. Olmadı, sən gələksən, mən bilirəm. Atdan düşüb vuruşmaq istəyəm. Atdan düşən ki, mən canım gedəcək, bilirəm. At üstündə vura bildiysəm, vururam. Sən gəl. Gəl. Varəmi çıxmıyor fəlki təpələrə. Burada toplaşıq iş görüyor. 13 duvarı deyil, 33 nəfəri biçiblər. 500 əskəri. Kradagla qüvvəni də buna məğlub etsək, artıq Northdan çökəcəklər təmiz. Al. Sən də. Sən də al. Sən də al. Gəl. Ala. Böyle vurduq. Artıq şövalyələrimiz yavaş-yavaş gəlməyə başlayır. Oxçular vuran çox da. Bir dəfəyə ölmürlər ya, ağlara qarşı. Güzeldir. Bir çıxır eləyək məncə müharibəyə. Çünki çıxır eləyək artıq müharibəyə. Bu təbii qırağa duraq filan müharibəyə çıx eləyək. Çıx eləyək ki, daha çox yəni biraz da olsa ordu versin. 3 ölü verdik, 66 ölüləri var. Səskiyə verdi, bu dəfə 20 nəfər verilir. Yaxşıdır. Və yaxına 8 nəfər çox verir, nə istəyirdik də. Hücum, dayanmadan. Burada bunları məğlub etsə çox yaxşı olacaq. Ragnar olsun, North kralının ordularını məğlub edir və süvaləmiz 20 nəfər olaraq düşmən istiqamətine gələcək. Oxçular qıraqlara çəkilir ki, oxlayarlar. Şimdi oxçuların ilə başında özüm qatacağım. Oxçuların ortasına girməlidirlər kəsək. Piyadalar elə də döyür. Vacibdir. Oxçular uzaqdan vurur deyin. Ben düşüb qışıram, gəl. Al qırıntıda. Satqıdan 1, 2, gəl. 1, 2, 3, ala. Sən də ala. Sən gəl. Hop. O 3 nəfər, 3, qəşəyən xoş adam faydalan. Sən də. Sən nəyə durursan böyle? Sən də al. Sən də bunu al. Oradan da burada 70 nəfəsi bir dəfə də çıx eləyəcək. Bir dəfə daha çox, yəni bir tık daha da çox ordu verər. Gəl. 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 Onun başına dedim sən gör. Ala. Niyə buraya? Səsin pişdik, 50 nəfər pişmişik. Dayanmadan düşmən üstünə video. Ala. Düz boynun qıblasına. Oy. Verdikləri ordulara bax sən. Gəl. Uy. Ala. Gəl. Düz ürəyin ortasından. Davam edin, dayanmayın. Düşman orduların əsas ortasına gelin. Dayanmayın. Bir 50 neçə nə oldu? 100 eləyək. Bu oyuna da çıxıb bir dəfə də gələk. Çünki ordu verməlidir bizə və vura bildiyinlərinizi vurun. Çatdım. Gəl.
Asıl kırmızı keç, kırmızı keç, kırmızı keç. Sen gel. Gel. Sen de bunu al. Sen de bunu al. Evet. Diğer verilecek. Kralın ordusuna vuruşuyor. Böyük ordu ordularına vuruşuyor. 500 neferler tek başımıza. Hemen canımızdadır. Bir geriye doğru çekilək. Daha girəcək. 29 indi pişdi, 296 qaldılar. İndi bu dəfə də 38, 37 nəfər verirlər. 38. Bu dəfə də görək məğlub edə biləcəyimiz. Dayanmadan düşmən üstünə hücuma davam. Ordularını bu dəfə tam düzənlikdə qarşılayacağıq. 8 nəfərlik süvari dəstəsi gəlir. Hələ təpənin dalına gəlirlər. Bu da durum günələrə gələcək. Dayanmırlar, hələ gəlirlər. Ona bax yana. Dayanmadan düşmən üstünə hücum. Alttan in vuruş. Alttan in. Al qırmızı. Əsr qırmızı keç, gəl. Bir. Koyun qaçmaqlarına içəsinə. Buna bildiğimizi vurur. Bir də qalmalı özünüz vurur. 1. 2. Dayanmadan vurun. Qaçanları tutduğunuz yerə kəsin. Bu yəni həqiqətən çox yaxşı işlər görürlər. Bu videoya bir 10 like gəlsə çox yaxşı olar. Sizlərdən gözləyirəm. Zümkə vuruşu da mən nəyə gedirəm? Mən at tapsam giderəm. Dan səhv eləmədim əslində. Tutdan düşüb vuruşmaq yaxşıdır. Çünki orduya dəstək. Əslində rahatlatıcı video kimidir. Aşağıda hamısı yaşıldır. 8'li pişdik. 190 nə qalmışdı? 296 əskərləri qalmışdı. 100 dabdan getdi, 196 qaldı artıq. Bir yanında onsuz part-apart kəsirik. Bayıldananlar, ölənlər. Bizə çataq, bizə vuraq. Dayanmadan vururuq onsuz bir yandan da. Oradan atdıram, çatan deyildi, hamısını məhv elədi. Bizimkə də vurur. Bunu aldıq. Orada dəstək, arxadan qabaqdan, hardan gəldi? Buraya öldürək hamısını. Kralın ordusu doğrudan güvəndi, lakin bizim ordunun içindəki əskərləri həqiqətən iş görmədi deyəsən. Sən də belə get. Görsən ki, qal bitdi. Buradan da bitdi. Muhteşem bir qələbə də buradan qazandıq. Qaldı məsələləri, qaldı mı? 296, 106. Son hücum. Bu dəfə artıq bizim ordunun bütün süvarilərimiz belə. Baxın mənə, bütün süvarilərə baxın. Hamısı gedirlər. Piyadalı demədən, süvari demədən. 12 nəfər verdikləri meydana qayıtdıq. Arxadan piyadalar gəlir, öndən süvarilər, arxadan piyadalar gələcək. Yəni canaz onları piyadalar həll edəcək. Yəni Oxçulu demən artıq son ordular qaldı, 106 nəfərdə. Bu ordular artıq da yüzün məhv eləyəcəyik. Artıq qələbə bizimdir demək rahatdır. Təpədən durub müharibəni izləmək. Baxın, hamısı gedir, hamısı biçir, gəl. Sən buna biçəcəm, hop, döşək. Birini vurdum, getmədi, birini vurdum, qal, vuruş. Nasıl dedim, gəl. Benim hələ qaçsan, dedim, axı, mən vuracam səni, gəl. Sən də al. Dayanmadan 60 nəfər olsun, pismişik, az qalıb. Bu da şövalyelər həqiqətən çox yaxşı vuruşurlar. Tamam, dayanmadan. Düşmən qüvvələri gəldi. Hardan gəldilər? Qabaqdan gəldilər, ha deyəsən də. 80, 20 nəfərlər qaldı. Tahminin vuruşun. Gelbeyn itirik, lakin buradan da Gelbeynlə yenidən geri ala bilərik. Videonun başlığı çıxdı, krallarla oradan damlalarına getdik. Vurun da, vurun.
Ne kadar kaldılar? Bitti mi? 102. Az qalıb hatta. Bizimki onsuz bir yana vurur. Qıraqda bucaqda qalıb. Fakir xərcdən hemen fikir verim tez. Bitti. Ragnar'ın da onun yanındaki adam 500 nəfərlik olsun məğlub etdik. Ragnar əsir olsa sonra get. Lazım deyirsən, bana onur lazımdır. Bu zəfər də qazandıq. Və Ambeyanı Gelbeyi yağmaladılar. Gelbeyi ilə doğru hərəkətə keçməzdən əvvəl. Buradakı sülh imzalamışıq, buraya gələnməzlər. Gələk biraz məsələn üçün kəhtədən orduları yığaq. 6 nəfər buradan. Möhtəşəm bir qələbə qazanır həqiqətən. Gelbeyini də fəth eləyək, yenidən alaq. Və videomuza burada sonlandıraq. Bunun əvvəl yüklədiyim bölümə baxsaq yaxşı olar. Deməli, Praveni gəlirlər mühasirəyə alırlar, lakin biz Praveni axıra qədər müdafiə elədik. Kral da bərəkallah, qaladan da çölə də çıxmır heç. Neçə nəfərlik? 80 nəfərlik ordumuz var əmrimdə. Yayalar, Qıdemli, Milis yaya, North yayası, Talibin North yayası. Şövalyə kasacaq yenədən şövalyə kasmaqdan ötürü gəldik və gələk. Dramuk'un North Crown'dan Kont Urya mühasirəyə alır. Neçə nəfərlik gəlir bu? İndi hədəflərini bu tərəfə çevirdilər. Yoldan da əskər alaraq gedək. Burada böyük bir döyüş olacaq. Axırıncı əskərlərimiz, Tadam eşlən əskərimiz olaraq da səfərimizə davam edək. İndi Dramuk'a gəlirlər. Bilmirdim, qıraqlardan zaten gələk. Yəni kuşatma müharibəsi verək də gedək. Yəni ordumuzu son dəfə hazırlayaq. Kont Bulba qalada əsirdir. Acemili milisiyalar, yayaları, zirehli süvarilə, 13 dənə zirehli süvarilərimiz yaxşı olsun, not döyüşçülərimiz olsun, yayalarımız olsun və neçə nəfərlər qalada o da yadımdan çıxdı. Mən gidiyorum, görüşmək üzrə. Qalada neçə nəfərdilər? Yox, qalaya bilmirəm. Devam. Savaşa qatıldı. 309 az gəliblər axı. Bizim şövalyələrimiz bunları bitirir. Məni takip edin. Bütün ordu məni takip eləsin. Bunları aşağıya başladı bitirəcəm. Gəlin, məni takip edin. Gəlin. Bununla gəlin, bax. Burada durun. Gəlin. Burada durun. Özəl gələcək, enin aşağı içdilər, enin, dayanmadan enin. Onları burada məğlub edirəm. Çünki sul qarşısında yoxdur, meydan müharibəsinə dayanmadan edirəm. 309 əskərləri var. Bir dəfə məncə bir yüzünü nə qədər kəsə, bildiyimizi kəsərik. Enin, dayanmayın. Keskin nişancılar vursunlar, enin, dayanmayın. Nətər olmasa itki veriləcək. Lakin bunların meydan müharibəsinə çəkək daha böyük itki verə bilərik. Bunun çıxsınlar, eləyə bildiklərini eləyəsinlər. Burada da durun, gəlin. Ensinlər, enin. Əmrimdir. Enin, hücuma çıxın. Vurun, dayanmayın, vurun. Allahu Akbar. Vurun, ala. Enin. Notları burada məhv edəcək, notları gəldiğində peşman olacaq. Notların bax, 500'ü elə Pravende öldü, Pravende üstündə. 500'ün krallarla ordusunu məğlub elədik. Əlavə bir 200'ün özümüz darmadan elədik. Konta 7'nin digərlərini də birləşmiş ordusunu məğlub etdik. Burada bir şuyun kəsəcək. Ortada varsa üstə qoysaq 200-1300'dən çox ordusunu kəsmişik bəlkə də. Yəni, gəl, çox məmnun qalamayacaq. Allah bu da getdi. Ordularını alaraq məhv eləməyə başladıq artıq. Notları vurur. Məni takip elə. Burada durun. Yenə inəcəklər olar, yenə gələcəklər. Diqqətli olun. Özləri gələcəklər necə. Neçəsini məhv elədik? 67'yi məhv elədik. İtkimiz qala əskərlərinə. Qalaya əskər qoyacağıq. Maraqlanmır. Qalaya özümüzdə əskər qoyacağıq. Bizim video bitirməkdir, lakin gəldilər gördüyünüz kimi. Ensinlər biraz daha gelişmiş əskərlərdir. Hücum. Dediyinizi kəsin, dayanmayın.
Vurun. Dayanmadan. İkiler olacak. İki kişisiz dövüş yoktur. Əsas olur qalanımızı müdafiə eləyək. Svalya şöyle noktadan qat-qat yaxşıdır. Yəni orada istəyirəm. Alın. Allah razı məhv etməsin. İki əsas dayanmadan. Burada durun. Yenə gələcəklər. 115 oldu. Dayanmırlar. Yenə də gəlirlər. Gəlsinlər, tələsmə özləri düşəcək yavaş-yavaş. Düşən kimi hücum əmrini verirəm, qonç tutduqları da pitsinlər. 67-dən hücum. Nok qəhrəmanlı hücum. Düşən qarşıladım, tutuyor. Allah. Çatanı vurun. Ya. Peki qalıyalım. Kralın ordusu məhv oldu. Əlavə bir 2-3 nəfəri, nə də 4-5 nəfər 200 pil sorularını dağıtdıq. Kral ilə dağıtdıq və artıq Northların səfərbərliyə qalacaq əsgərlər var. Amma artıq ən axırda zəiflər gəlir və bir şəkildə vuruşuruq. Milislər onsuz gedəcək, milislər zəif oldu. Bura durun. Dayanmadan gələcəklər. Təpədən də Türkiyə keçəcəklər. Diqqət, biraz daha geriyə gəlin. Burada durun, ən yaxşısı. Mənə son dalğaları da artıq 163 getdi. Bunu da bir 200-ə çatdırsa 109 min əməskərlər gələcək. Onlar da çıxıb Bakıda meydan müharibəsinə məğlub eləyir. Gəlin, dayanmayın. Ayaqlarını piləkənə qoyan kimi hücum əmr edəcəm. Hücum. Hücum. Çatanı indirin, çatan dağılır. Çatanı indirin, çatan dağılır. Allah. İkiyə verəcəyik, əlbəttə ikisiz döyüş olmur, vurur. Şövalyelerinde gideceğiz. İkisi dövüş olmur dediğimiz için, vurun. Şövalyelerimiz çok gedi. Yeniden basarsanız şövalye torpaqlarında rahat etkiler alabilir. Vurun, dayanmadan indirin. Gəlirlər, burada durun, getməyin, burada durun. Məni izlən. Burada durun, gəlsin, enən kim vuracaq, tələsməyin. 111. Gəlirlər, bu dəfə də, mən də bu artıq son güclərdir. Aşağı insinə ki vuraq, aşağı inən kim vuracaq, enin. Burada durun hətta biraz. Hücum. Çatanı indirin. Şövalyeler halarsa vurur. Kandılar. Öləcəkdir o silahı pantuşlar. Çatanı indirin. Başlarına değil. Bu dövüşlə qazandıqdan sonra artıq Northlar məncə artıq bir qədər özünə gələnməyir. Çünki Northları məğlub etdi. Lakin şövalyelərimiz artıq itkiyə doğru oynuyor. Hücumlar başı şövalyelərdən çox itkiyə gelir. Çox bütün güclərlə son dəfə vuruşsalar da buradan bir dəfə də gəlir hələ. Dayan, getmə. Burada dur. Bundan geri çəkim. Sıxı deyəsən vuruşamırlar. Burada durun. Neçə itki verdik? 19 ölü verdik. Yox. 8 ölü biz 19 ölü. 27 nəfər itki verdik. Northların aşağı düşməyini gözləyirik. Son hücumlardır inşallah. Son hücumlardır. 50 nəfər alıb artıq. 209 idilər. Enən kimi hücum. Artıq 30'a qalıb hücum. Dayanmadan. Doğru, hadi. Bütün orada artık yoklar da var. Orada da dinlendiğinde çiviçilerdir. Şövalyelerimize kalan var. Sonra da oklar ölüyor.
Evde sen de al. Sen de al. Sen de. Sen de. Sen de. Sen de. Vurdunsa çıxın artıq son ordadır. Kadoksa qalib deyən çox maraqlanır amma o Kadoksa qalmayıb və müdafiə elədik. Aramızı qoymadıq. İtkimiz var. 10 ölü verdik. 11 şövalyəm, 2 zehrim, bir dənə Svalya zehirləm. Qalada 22 ölü verdik və düşməni darmadağın elədik. Endişə eləməyin beyim. Ben kimiyim yəni. Kontarmat get. Hayda. Iğdıya qədər qaçdı. Bunları da ala bildiğimiz alaq. Satı və ərzaqalar əvəzində. Dramuk'un möhtəşəm müdafiəsi. Dramuk çox gözəl şəkildə müdafiə elədik. Ordalıq və əlimizdəki qüvvələrdən 2 zürehli süvari, bir dənə atlı, bir dənə bunlardan bir dənə şövalyə. Biz əmrimizdəki qüvvələrin 7 yayağını ver bura, 2 nokta döyüşçüsünü ver buraya, bir dənə Vayega atlısını ver buraya, milisi ver canlanacaq, 13 dənə zürehli süvari ver buraya və şəhərdə 43 nəfər yeniden ordu gücü yaratdıq. Bu bölümü burada sonlandıraq. Düşməni artıq darmadağın elədik. Burada da, necə də bu istiqamətlərdə. Yeniden gəlib planı gələn bölümdə Jelbeyni fəth eləyəcəyik. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Kanalımıza abunə olub like atmağı unutmayın. Sizin dəstəniz bizim üçün çox dəyərlidir. Sağ olun.